Hepinize salam dostlar. Ati aile güneşin birbirine rakip olmadığını söylerdi. Buna hala inanıyorum. Boya pes tələffüzdür. Yəni ki bu. Şimdi bunu açacağıq. Göz görək. Buradan görək nəsə var, nəsə yox. Heç nə yoxdur. Buradan da açıq da bunu. Kilidi aç. 240. Tamam. Yedim 7 köz. Bam. Altı tane şey geldi. Eve şeyi. Buradan belə çıx, buradan da çıx. Normal kombin alındıraq indi burada. Bir tane şalvar. Ayaqqabı. Böyle olduğu kimi qalsın. Olduğu kimi qalsın, olduğu kimi qalsın. Bunu mu götürək, bunu mu götürək, bunu mu götürək, bunu mu? Bu da zordu, bu da zordu ya. Məncə ən qəşəyi burada hansı olar? Yok ya, bu değil. Yok, bu da değil. Bu da olabilir, bu da olabilir. Ya bu götürək də bunu. Bu da olabilir ya. Ya bunu götüreceğim. Avara stil. Burada neydi bu da? Bunun başım boşta. At gələk ya. Bütün karakterlerim var bende burada. Hamısı var. Ona göre 5000'in altını götürdük. Başka 13 tane bu, 191 tane bu. Şans otomatı. Bam. Bu seçimde 65 tane düşer. Nədir? Yığacağıq bir polmu yığaq da bir 65 tane 200 zat yığıb bir fason paltarlar gəldi. Məsəl üçün belə paltarlar gələndə başqa. Məsələn maraqlı bir şey gələndə onu açarıq. Ona əsasını onu götürərik. Silahlar. Nişancı tüfəyi təbii bunun necə vaxtı getdi. İsabətli şarjör. Zırh dərmə yoxdur elə. İsabətli şarjör. Bunun 2 qatıdır. Ona görə özəlləşdir. Все. Zırh dəlməm yoxdur elə. Zırh dəlmə var elə. Özelleştirip bunu. Atış hızıyla zırh dəlmə varsa onu götürək də. Çünki o da öyle. Çünki ən görünüşlü yəni. Ən qəşəng mənim fikrimcə elə o da atış hızı zırh dəlmə. Başqa. Buradan nəsə eləyəkmi? Ya bu budur. Özelleştirək də atış hızı, isabətlilik, hərəkət hızı.
Götür bunu koy tasvira. Sabitlikten atışısı. Bir soğusa da olar, heç olmaz. Boş söhbət. Neyse. Videomuz bura kadar olsun uşaqlar. Videomuza like atıp abone olmayı yaddan çıxartmayın. Gələn səfərdə yaxşı da bildik, qudurma. Görək nə qaracağıq. 5 seviye 28. Qəşəng. Silahlarımız normal idi. Deməli, bunu alt eləmək üçün gərək özü çıxsın Evo kasasından. Yəni mən çıxartmayayım da, elmas verməyəcəm bunu. Buna belə verərəm ki, bu bir silahlar da elə bundan indirici də olsa elə. Məsələn, bunu 3 səviyyə yüksəltməliyəm. Artıq sıra bundadır. Bunu 3 səviyyə, bax, 3 səviyyə eləməliyəm bunu. Çünki artıq 2 səviyyədir. Daha bədbaxı 3 səviyyə eləmək vaxtı çatdı. Həm ifadələri də zordur da, yəni onun üçün. Bunları, amma məncə 5 səviyyəyə qədər yüksəltmək mütləqdir daha. Neyse arkadaşlar. Videoya like atıp abone olmayı. Hadi aile güneşin birbirine rakip olmadığını söylerdi.